Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bəzi şəxslərə müxtəlif səbəblərdən cərimələr tətbiq edilsə də, onlar bu cərimələri vaxtında ödəməyiblər. Məsələn, karantin dövründə yazılan cərimələr hələ də çox adam tərəfindən ödənilməyib. Bəs bu və digər ödənilməmiş cərimələr şəxslərin ölkədən çıxışına məhdudiyyət yarada bilər. Azərbaycan TV xəbər verir ki, hüquqşünas Ramil Süleymanov mətbuat azı açıqlamasında bildirib ki, inzibati qaydada cərimə edilmiş fiziki şəxslərin, eləcə də hüquqi şəxslərin vəzifəli şəxslərinin ölkədən çıxışına qadağa qoyula bilər. Bu, icra haqqında qanunun 84.1-ci maddəsinə əsasən tətbiq olunur. Cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə, icra məmuru borclu şəxsin ölkədən çıxışının məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verir və məhkəmə həmin təqdimat əsasında qərar qəbul edir. Azərbaycanda və dünyada olan ən son xəbərlərdən xəbərdar olmaq üçün Azərbaycan TV kanalına abunə ol və bəyən.